Çəkimiz artmasın deyə sevimli şokoladdan uzaq dururuq. Amma sən demə, o bizi arxaladırmış. Alimlərin yeni araşdırması bütün şokolad sevərlər və şokolad istehsal eləyənlər üçün bir bayram xəbəridir. Şokolad çəkini azaldırmış. Diqqətlə izləyək. Sponsor Saf Hospital. Şokoladın arıqlamağa kömək etdiyi sübut olundu. Araşdırmanın nəticələri Functional Food jurnalında dərc olunub. Çindəki Zhengzhou Universitetində aparılan tədqiqata görə şokoladın tərkibində olan teobromin adlı kimyəvi maddə orqanizmə və beyinə çox faydalıdır. Kakao dənəsində olan bu maddə iltihab əleyhinə təsir göstərir, antioksidantlarla zəngindir, hətta beyni Alzheimer xəstəliyindən də qorumağa kömək eləyir. Alimlər həmçinin qeyd edib ki, teobromin yüksək xolesterolun yaddaş və koqnitiv funksiyasının mənfi təsirlərinə qarşı mübarizə apara bilər. Teobromin qan dövranı sistemi vasitəsilə beyinə nüfuz edir ki, bu da beynin fəaliyyətini, həmçinin əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiya ilə mübarizə aparmağa kömək eləyir. Şokoladın arıqlamağa kömək etdiyi də sübut olunub. Çünki teobromin orqanizmə yağları parçalamağa dəstək göstərir deyə araşdırmanın müəllifləri izah edib.